Qohum evliləri qanunla rədd edilsə də bu hallar hələ də var. Ağzabəddə baş verən son hadisə isə mövzunu yenidən gündəmə gətirib. İndi qohumlar rəsmi nikah olmadan birgə yaşayırlar. Məsələ qadağan olunan nikaha görə cəza olmaması ilə bitmir. Mütəxəssislər bildirirlər ki, qohum evlilikləri genetik xəstəliklərin yaranma riskini də ciddi şəkildə artırır. Cəzadan yayınmaq olsa da xəstəlikdən qaça bilmə ehtimalı azdır. Qohum evliliklərinə qanun yox desə də bu hallar hələ də tam aradan qaldırılmayıb. Bir neçə gün əvvəl Ağcabədinin Afşar kəndində xaloğlu ilə xala qızının ailə qurması barədə yayılan məlumat bunu bir daha sübut edir. Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi araşdırmalara başlayıb. Qurumdan bildirildi ki, qanunvericiliyə əsasən yaxın qohumlar arasında nikahın qeydiyyatı aparılmır və belə şəxslər rəsmi ər-arvad statusu qazanmır. Üstəlik bu cür münasibətlər tərəfləri bir sıra hüquqlardan da məhrum edir. Bu adətən özünü risk olaraq göstərə bilər miras hüququ ilə bağlı məsələlərdə, yəni vərəsəlik münasibətlərində, sosial təminatla bağlı məsələlərdə, o cümlədən tərəflər arasında münaqişələr yarandığı hallarda aliment öhdəlikləri ilə bağlı məsələlərdə ki, bu məsələlər üzrə tərəflərin digər tərəfə qarşı iddia qaldırmaq hüququ olmur. Yəni rəsmi nikah olmadıqda tərəflər hüquqi baxımından ailə sayılmır. Bu isə gələcəkdə həm əmlak, həm də sosial təminatla bağlı ciddi problemlər yaradır. Bəs belə evliliklərdə dünyaya gələn uşaqların hüquqları necə qorunur? Bizim qanunvericiliyimizə əsasən nikahda olmayan şəxslərin övladları olanda hər ikisi birlikdə qeydiyyat şöbəsinə yaxınlaşdıqda, ərizə verdikdə həmin şəxslər uşağın valideynləri kimi qeyd olunur. Evliliyə daxil olan şəxslər bir müddətdən sonra ayrıla bilirlər. Belə olan halda həmin şəxslərin övladı dünyaya gələrsə, əgər ata uşağın atası olması üçün müraciət etmirsə, o zaman uşağın soyadı məsələsi, ata almaq məsələsi artıq ciddi bir problem yaradır. Və yaxud da uşaqların belə deyim, aliment almaq məsələsində gərək mütləq şəkildə xanım müraciət eləyə, atalığı müəyyən etdirə, ondan sonra alimenti ala. Qeyd edək ki, qanun qohum evliliklərini qadağan etsə də buna görə nə inzibati xətalar, nə də cinayət məcəlləsində hər hansı məsuliyyət nəzərdə tutulub. Nəticədə isə ən böyük risk hüquqi baxımından daha həssas olan tərəfin, uşaqların üzərinə düşür.